Qapının səssiz sirri Azərbaycanın qədim torpaqlarında min illərin sirlərinin, əcdadların hikmətini və yerli adət-ənənələrin incəliyini özündə daşıyan Əgöylərçayı adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daşlı küçələri, yosunla örtülmüş köhnə evləri və hər küncündə öz nağıllarını danışan qoca ağacları, sanki keçmişlə gələcəyin bir-birinə qarışdığı mistik bir aləmi xatırladırdı. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə nazlıca düşər, hər axşam isə ulduzların səması, sanki min illərin ağırlığını və əcdadların öyrətdiyi hikməti fısıldayaraq insanların qəlblərində dərin izlər buraxırdı. Kənd sakinləri nəsildən nəsilə ötürülən ənənələrə, adət-ənənələrə və əcdadların öyrətdiyi dəyərlərə sadiq qalır, həyatlarının hər anını sevgi və mərhəmətlə, ümid və inamla yaşamışdılar. Kəndin bütün sakini üçün ən önəmli simvollardan biri də qəsəbənin girişində nəhəng daşlardan tikilmiş qapı idi. Bu qapı nəinki kəndə gələn və gedənlərin yolunu açır, həm də keçmişin izlərinin, əcdadların hekayələrini və gələcəyin ümid dolu sözlərini özündə daşıyan müqəddəs bir simvol kimi qəbul olunurdu. Kənd əhli qapını yalnız bir giriş olaraq deyil, həm də həyatın dərin mənasını, yeni başlanğıcların, birliyin və ümidin təcəssümü kimi görürdü. Kəndin hörmətli adamlarından biri olan Hacı Məcid bəy, qapının sirrini, keçmişlə gələcəyin birləşməsini hər zaman insanlara izah edərdi. O deyərdi, bu qapı bizim əcdadlarımızın izi, onların öyrətdiyi dəyərlər və həyatın çətin anlarında belə qəlbimizdə daşıdığımız ümidin simvoludur. Hər birinizin içində parlayan o işıq, qapını açdıqda sizə yeni dünyaların qapısını açar. Bu sözlər kəndin hər kəsinin qəlbində dərin təsir bağışlayırdı. Gənclərdən yaşlılara qədər hər kəs öz həyatında o qapının əhəmiyyətini, keçmişlə gələcəyin bir araya gəldiyi o sirli nöqtəni tapmağa can atırdı. Kəndin gənclərindən biri olan Tural, idealist və çalışqan bir oğlan idi. Uşaqlıqdan bəri atası Hacı Məcid bəydən öyrəndiyi hikməti və əcdadların nağıllarını öz qəlbində daşıyan Tural, hər səhər qapı qarşısında dayanıb, günəşin ilk şüaları ilə qapının daşlarına düşən işığı seyr edər. Bu qapı yalnız giriş deyil, o, həyatın bütün sirlərini, keçmişin dərslərini və gələcəyin ümid dolu sözlərini daşıyır, deyə düşünürdü. Onun gözlərində həm gəncliyin təravəti, həm də dərin düşüncələrin ağırlığı parıldayırdı. Bir payız günü kənd meydanında toplanan insanlar arasında böyük bir yığıncaq təşkil olundu. Quru yarpaqlar küləklə uçuşur, sanki hər biri min illərin nağıllarını danışırdı. Hacı Məcid bəy meydanda ayağa qalxaraq sakinlərə müraciət etdi. Əziz qardaşlar və bacılar, həyatın hər anı, sevinclə, kədərlə, uğurla və məğlubiyyətlə bizə bir dərs verir. Bu qapı bizim keçmişimizin, əcdadlarımızın izlərini və gələcəyin ümid dolu arzularını özündə cəmləşdirir. Biz qapını keçdikcə içimizdə daşıdığımız səmimi sevgi və mərhəmət işığı sayəsində həyatın ən böyük sirrini, öz qəlbimizdə gizlənən işığı taparıq. Unutmayın ki, əsl gücümüz maddi varlıqlarda deyil, ürəyimizdə parlayan o əbədi işıqda gizlidir. Bu sözlər kəndin hər küncündə yaşayan insanlara dərin izlər buraxdı. Hər kəs o an öz həyatında yaşadığı çətinlikləri, kədərləri və eyni zamanda içindəki ümid işığını xatırlayaraq gələcək üçün yeni ümidlərlə doldu. Bir neçə ay sonra kəndin həyatında gözlənilməz bir dəyişiklik baş verdi. Yerli hakimiyyət tərəfindən kəndin inkişafı və rifahı üçün yeni layihələr elan olundu. Bu layihələr kəndin infrastrukturunun modernləşdirilməsi, yeni məktəblərin, mədəniyyət mərkəzlərinin və tibb müəssisələrinin tikilməsi ilə yanaşı, ənənəvi dəyərlərin və əcdadların öyrətdiyi hikmətin qorunub saxlanmasını da nəzərdə tuturdu. Lakin bəzi sakinlər bu modernləşmədən narahat olur, köhnə ənənələrin unudulmasından qorxurdular. Onlar deyirdilər, bizim üçün ən vacib olan qəlbimizdə daşıdığımız səmimi işıqdır. Əgər bu işığı itirməsək, ənənələrimizi qoruyub saxlaya və gələcəyimizi sevgi, mərhəmət və dürüstlük üzərində qura bilərik. Tural bu düşüncələrə tamamilə sadiq qaldı. O, kəndin hər küncündə yaşayan insanlarla görüşərək onların həyat hekayələrini, arzularını və ümidlərini dinlədi. Hər kəsin özünə məxsus hekayəsi vardı, yaşlıların keçmişin dəyərlərini, gənclərin isə gələcəyə dair ümid dolu baxışlarını əks etdirən. Tural bu hekayələri toplayaraq kəndin mədəni irsinin, ənənələrini və modern inkişafı bir araya gətirən birlikdə Yeni Üfüqlər adlı böyük bir layihə hazırladı. Layihənin təqdimatının günü kənd meydanı adeta bir rəng cümbüşünə çevrildi. Hər kəs, yaşlılar, gənclər, qadınlar və kişilər, meydanda toplaşaraq Turalın təqdim etdiyi layihəni diqqətlə dinlədi. Tural səmimi və dərin sözlərlə dedi, hər birimizin içində parlayan o işıq yalnız maddi zənginlikdə deyil, həm də sevgi, mərhəmət və dürüstlükdə gizlidir.
Əgər biz bir-birimizə dəstək olarıqsa, qəlbimizdəki bu əbədi işıq ən çətin anlarda belə bizə yolumuzu aydınladacaq. Biz birlikdə sevgi və mərhəmətlə yeni üfüqlərə doğru addımlayacağıq. Bu sözlər kəndin hər küncündə yaşayan insanların qəlbində dərin izlər buraxdı. Hər kəs Turalın danışdığı hər sözdə keçmişin dəyərlərinin, əcdadlarımızın hikmətini və gələcəyin ümidini özündə hiss etdi. Kəndin yaşlıları, gəncləri, hətta uşaqları belə Turalın sözlərindən ilham alaraq öz içlərindəki işığı tapmağa və onu paylaşmağa qərar verdilər. Yeni layihənin uğur qazanması ilə birlikdə yeni üfüqlər təşəbbüsü kəndin inkişafında böyük bir dönüş nöqtəsi oldu. Kənd Qızılkənd artıq təkcə modern infrastruktur layihələri ilə deyil, həm də mədəni irs və ənənələrin qorunması ilə özünü göstərirdi. İnsanlar hər gün öz qəlbindəki işığı taparaq bir-birinə dəstək oldu və sevgi, mərhəmət və inamın parıldadığı bir cəmiyyət yaratdılar. Zaman keçdikcə kənddə keçirilən mədəni tədbirlər, festivallar və ictimai söhbətlər atalarımızın öyrətdiyi ənənələri və gələcəyin ümid dolu perspektivlərini bir araya gətirərək hər kəsin qəlbində yeni ümid işığı yandırdı. Hər axşam ulduzların altında toplanan insanlar keçmişin hikmətinin, əcdadlarımızın nağıllarını və gələcəyin ümidini paylaşaraq birlik və sevgi ilə dolu bir gələcək üçün ümidlə danışırdılar. Bu nağıl Tolstoyun geniş və dərindən təsvir etdiyi kimi yalnız bir insanın və ya bir layihənin hekayəsi deyildi, o, cəmiyyətin hər bir üzvünün öz qəlbində daşıdığı əbədi işığın, sevginin və ümidin hekayəsi idi. Hər kəs öz içindəki o səmimi işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət, dürüstlük və inamı yaşamağa davam etdi. Kənd Qızılkənd artıq yalnız bir coğrafi məkan deyildi, o, insanların qəlbində yaşayan, əcdadların dəyərlərini və gələcəyin ümidini birləşdirən, səmimi və əbədi bir işığın təcəssümü idi. Beləliklə, Sonsuz Ümidin Nəğməsi adlı bu dastan Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsini, kəndin unudulmaz ənənələrini və cəmiyyətin birliyində gizlənən səmimi işığın, sevgi və inamın gücünü nəsildən nəsilə ötürərək, hər kəsin öz içində daşıdığı o əbədi işığı tapmağa və onu paylaşmağa davam edəcəyini bizə göstərdi. Hər kəs həyatın çətin anlarında belə öz qəlbindəki işığı taparaq, sevgi və mərhəmətlə gələcəyin ümid dolu səhərlərini qurmağa davam etdi. Bu hekayə Tolstoyun dərin və geniş təsvir etdiyi kimi insanın öz içindəki gücünə, cəmiyyətin birliyinə və əbədi ümidin səmimi işığının nə qədər böyük bir qüvvə olduğuna şahidlik etdi. Hər kəs Sonsuz Ümidin Nəğməsindən ilham alaraq öz qəlbində parlayan o işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət və inamı yaşamağa davam etdi və bu gələcək nəsillərə də örnək oldu. Beləliklə, Sonsuz Ümidin Nəğməsi dastanın Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsini, kəndin unudulmaz ənənələrini və insanların qəlbində parlayan o əbədi işığın, cəmiyyətin və həyatın ən böyük zəfəri olduğunu bizə xatırladır. Hər kəs öz içindəki işığı tapdıqca həyatın çətinliklərini sevgi, mərhəmət və inamla aşaraq gələcəyə ümid dolu addımlarla irəliləyəcək və o əbədi ümid ruhumuzda parıldayaraq nəsildən nəsilə ötürüləcəkdir.